Barokko üslubunun özəlliyi nədir? Böyük sənətdə elə bir üslub vardırmı ki, onu aşağılamaq üçün dillərdə dolaşan ayamanı özünə ad kimi götürsün, mənimsəsin. Var. Bu barokko sənətidir. Renesansdan sonra və Renesansa qarşı meydana çıxan bu sənət üslubunun adı Portuqal dilində əyri-üyrü mənasında işlənən barokka kəlməsindən gəlirdi. Renesans sənətinin təmsilçiləri özlərindən sonrakı barokko üslubunda yaranan əsərləri aşağılamaq üçün bu sözdən istifadə edirlər. Renesansçılara görə barokkoçular əyri-üyrü işlər görürdülər, yəni sənətdə. Barokko üslubunun ortaya çıxması ilə İtaliya sənət mərkəzi olaraq yerini Fransaya təhvil verdi. 17-ci əsrin tamamı, 18-ci əsrin əvvəli Avropada barokko dövrü oldu. Renesans simmetrik, sadə, məntiqli və əsaslandırılmış bir üslub olduğu halda barokko dinamik, yenilikçi, qeyri-ənənəvi bir üslub idi. Barokko özündən əvvəlki üslublardan tərzinin dəbdəbəli olması ilə fərqlənirdi. Rubens, Rembrandt, Velázquez kimi rəssamların adını xatırlasaq da, barokkonun ən önəmli ismi Caravaggiodur. Caravaggio Renesans manyerizminin qəribəliklərinə etiraz olaraq rəsmə birbaşa və sərt bir təbii yanaşma gətirdi. İşıq və kölgənin təzadları ilə yaradılan güclü, həcmli fiqurlar onun qara fonunda tez-tez görünməyə başladı. Caravagio'nun cəsarəti Carraziyə də güc verdi. Renesans və barokko üslublarını fərqləndirən ən mühüm cəhətlərdən biri xəttilikdən kölgəliliyə keçiddir. Bu fərqi Renesans dövrünün rəssamı Albrecht Dürer və barokko rəssamı Rembrandtın əsərlərinin müqayisəsində daha aydın görmək mümkündür. Hər iki rəssamın çəkdiyi Adəm və Həvva rəsmlərindən də gördüyümüz kimi Dürer'in əsərləri xətti, Rembrandtın əsərləri isə kölgəlidir. Barokko üslubuna qədər rəssam ideyanı əsərin önünə, göz qabağına çıxarırdı. Barokkoçular isə ideyanı əsərin dərinliyinə itələdilər. Barokko özü ilə sənətə, xüsusilə təsviri sənətə dərinlik anlayışı gətirdi. Həqiqət yalnız işıqda və yalnız qaranlıqda deyil, işığın və qaranlığın ziddiyyətində gizlədildi. Onu görmək üçün iki göz az idi. Üçüncü gözə, zəkanın gözünə də ehtiyac var idi.